Bizim pədidələrdən başa düşdüyümüz heçdən ola bilməz. Yəni biz heçdən durub bir şeyi düşünə bilmərik. Gərək bir zəminə ola, ta biz onun üstündə düşünək. Bunu René Descartes deyirdi və bu öncəliyi, oləviyyəti bağışlayırdı Allaha. Deyirdi ki, biz Allah vardı. Yəni Allah bu mövcud cəhan-ı təksahətinin baisi banisi Allahdır və biz o pədidənin üstündə oturub fikirləşirik, danışırıq ta bəzi şeylərə çataq. Bəzən burada Gabriel Vacario artırır ki, biz burada fərqli bir şeylərlə üzbəyiz oluruq. Yəni üstəlik də bu kitabda əsasən irəli getdikcə fərq üstündə danışılır ki, o fərq eləyirik. Məsələn, mən səndən fərq eləyirəm, miz məndən, miz səndəllə. Bu fərqləri nə cür təhvil alaq, nə cür bunlarla yanaşaq, onun üstündə bəhsi aparır qabağa. Və bir misal ki, orada vurur, deyir, məsələn, kafidir ki, biz bir ləhzə pədidələri bir-birindən ayrı başa düşək, ayrı düşünək. Yəni, özümüzü qoyaq bir ayrı adamın yerinə, özümüzü qoyaq, məsələn, bir mizin yerinə, bir səndəlin yerinə. Biz bu ayrı-ayrı dünyaları ayrı-ayrı düşünə bilərik. Bunu, məsələn, René Descartes ya ondan qabaq düşünərlər, gəlir cəhan-ı təksahətdə bir şeyə bağlayırlar. Dünya, ya aləmi vaqe, ya Allah, ya hər nə mənə bir şeyə bağlayırlar ki, burada onun fərqli olmağın bu üzə çıxardır. Bir məsələ burada bu siyasət fəlsəfəsinin metodoloji üstündə işləyən Karl Mannheim çox məşhurdur. Onun bir dənə də mütəfəkkir barəsində bir yaxşı sözü var. Deyir ki, mütəfəkkir eləyə bilsə şinavər, düşünə mütəfəkkirdir. Və elə otduğu yerdə elə hamı fikirləşir. Yəni insan-ı addi, ya insan-ı ummi deyək də, bisəvad insan, o ki bədəvi yaşayır, elə o da düşünür. Deyir, insan əgər şinavər düşünə bilsə, yəni o durduğu cayqah, o iddiayı elmisi, ya iddiayı tarixisi, ya hər iddia ki varıdır, o iddiadan nə qədər özünü çəkib qırağa, bir ayrı yerdən ona baxa bilsə, ayrı zaviyədən baxa bildiği qədər mütəfəkkirdir. Burada da Gabriel Vacario, René Descartes və tamamı onları ki, dünya ya cəhan-ı təksahətiyə inanırdı, onları bu cür suala çəkir. Yəni biz eləyə bilərik ki, bu fərqli dünyaların gözündən baxaq görək, aya bu təksahəti qəbul oluna bilər. Əslən məntiqidir ki, biz bu qədər peçidə dünyanı gətirək, bir dənə aləmi vaqe ya cəhan-ı vaqe üstündə düşünək, deyək ki, fəqət bu kateqoriyada biz bunu düşünə bilərik. Yəni çağırçıbı məfhumu bu ola bilər. Yəni bir cür ki, burada Karl Mannheimin da sözü ki, buna oxşayır. Yəni bu fərqli düşünmək diyaloqa yol açır. Yəni bu zaviyədən bəzən bəzi yerlərdə o qədər təxəssüsüdür. Mən deyirəm dərdimizə dəyən modeli öz başa düşdüyüm, məsələn bu cür deyirəm ki, yaxşı ola, ehsas edirəm ki, bu cür faydalı ola.